Həkim nə edirəmsə arıqlaya bilmirəm. Bu mesajı daha çox bu qrup insanlar üçün göndərirəm. Bu aşağıdakı 5 vərdişinizdən xilas olun. Birincisi həddindən çox yemək. Filan qida sağlamdır, sağlıqlıdır, amma hər şeyin bir qədəri və ölçüsü var. Sağlam qidalara belə ölçüsünə qidalanmanız lazımdır. Çox karbohidrat qəbul etmək, unlu qidalardan, duzlu qidalardan və ya şəkərli qidalardan çox istifadə etmək. Bunlar da arzu olunmayan vərdişlərdən biridir. Proteini az istifadə etmək, yəni zülal istifadəsi çox lazımdır. Yumurtadır, pendirdir, ətdir. Bu kimi qidalar əgər az istifadə olunarsa, hətta dərman qəbul edən xəstələrdə əzələ kütləsinə itirilməsinə səbəb ola bilər. Biz bunu da tibb dilində sarkopeniya deyirik. Ən mühüm məsələlərdən biri az su içmək. Az su içmək də kobud vərdişlərdən biridir. Hər bir insan, orta şəkilli insan 2 litr civarında su qəbul etməlidir. Və ən axırıncı vərdişin isə hərəkətsizlikdir. Hərəkətsizlik ölümdür. Mütləq şəkildə hərəkətiniz olmalıdır. Xüsusən açıq havada olmalıdır. Yaşlı insanlar üçün xüsusən yürüyüş, piyada gəzmək çox vacibdir. Bu 5 vərdişdən qurtularsınızsa, metabolizmanın sürətlənir, sağlam kilolara əldə edib ömrünüzə illər əlavə edə bilərsiniz.